Salam, hər vaxtınız xeyir olsun, əziz müştərilərim və izləyicilərim. Deməli, bugün kondisionerimizin qəşəng qazını, bir dənə qəşəng normativində qazını vurduq. Hazır və səliqəli kulturunu gördüyünüz halda 407C qazı. Qəşəng və səliqəli. Görürsünüz. YouTube kanalıma da Mərifət Usta TV-yə abunə olmağı yaddan çıxarmayın. Bildirimi də açın. Bütün işlərlə bağlı videolar atıram bura. Bilməyən də baxıb öyrənsin deyə. Gördüyünüz halda görürsünüz. O bir videoda baxarsınız, qarlanma var idi. Qarlanma görürsünüz, qazı vurandan sonra nətər yoxa çıxdı. Soğudma sistemi daha yaxşı oldu. Komfortlu soğudma yarattı. Qəşəng və səliqəli. Bunların da zaleyin tanesini ilə bağlayacaq, qəşəng səliqəli bükəcəyik qıraqlarını səliqə səhmanla. Gördüyünüz halda. Gördüyünüz halda bu da içəridə. Qəşəng və səliqə səhmanla quraşdırdıq. Qazında əskilmə vardı. Hər şey yerində. Ekran düşürmür. 17 dərəcə. Işıq sistemində sayıqayda qoymuşuq bura. Obyekt olduğuna görə balaca bir yer. Qəşəng sayıqayda atmışıq bura. Avtomatı da addelini, kondisioner rozetkası da addelini. Səliqə səhmanla. Gördüyünüz halda bir dənə yaxından tutun. Köhnə xətləri oradaydı. Yəni biz ora birləşmə yapdıq, hazırladıq. Bu da universal Mərifət Usta. Sağ olun, Allah amanında.